Sara Səfradan bir açıqlama gələcək. Bugün deyəcəyim, eşitdirəcəyim, ünvanladığım ünvanlar var. Bəli, bu arxalarını böyüdən qadınlar var. Son vaxtlar bu bir ənənə şəklini alıb, bir deyərdim adət halını alıb, bir-birlərinə baxıb rəqabət halını alıb ki, bir-birlərinə qarşı rəqabət aparırlar. Onun arxası böyükdür, mənim də arxam böyük olmalıdır. Onun arxası böyükdürsə, onun kişiləri daha çoxdur. Mənim arxam biraz kiçikdir, mənim kişilərim azdır. Gəlin belə real qəbul edək də, hadisələr belədir. Toylarda kişilər ancaq arxası bir qadınlar axtarır. Nə bilim, ad günlərində, həmçinin digər məclislərdə, digər tədbirlərdə kişilərin gözü qalır qadının arxasında ki, görək bugün ən arxalı, yekə arxalı, arxası yekə olan kimdir? Bu qadınlara sözüm var. Əzizlərim, bilirsiniz ki, özünüz də səmimi etiraf edirsiniz ki, bu arxalarınızı kimə görə böyütmüsünüz? Kimlərə görə böyütmüsünüz? Yekəltmisiniz? İndi bildiniz ki, heç o arxanın da xeyri yoxdur. O kişilər var ha, gözləri orada buradadırsa, 40 dəfə böyüdün o arxanızı, yenə də çıxıb gedəcəklər. İndi gördünüz ki, o arxası böyük olan, demək olar ki, Azərbaycanda ilk olan, arxasını kameraya çevirib hamıya acıq verən, özünə belə kişi tapan, kişi ovuna çıxan arxası yekə arvad. Nə oldu? Kişi qoydu getdi səni. Başqa bir arxası yekə olan və olmayanın yanında dayandı. Demək, qadınlar özünüzü aldatmayın. Qadınlar özünüzü aldatmayın. Nəyiniz var? Onu göstərin. Ondan istifadə edin. Allah sizə nə veribsə, Allah sizi necə yaradıbsa, elə də özünüzü təqdim edin. O kişilər var, yenə də deyirəm, o sizin arxanıza alidə olan, vurulan, belə pullar qoyan ki, yox, səndən yoxdur, gördünüz? Sizi də qoydu getdi. Məhz bugün Sara Səfura Bahadurdan özünüzə dəyər verin.